Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2-ci Dünya Müharibəsində faşizm üzərində qələbənin 80 illiyi və Vətən müharibəsindəki zəfərin 5 illiyi münasibəti ilə Zəfərdən Zəfərə gedən yol adlı tədbir keçirilib. Konstitusiya və suverenlik ili çərçivəsində keçirilən tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt şəhər təşkilatının sədri Savet Şükürov xalqımızın həm 2-ci Dünya Müharibəsi, həm də 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq nümunəsi göstərdiyini və bunun heç zaman unudulmayacağını, əsrlər sonra da ehtiram hissi ilə yad ediləcəyini bildirib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Polkovnik Cəlil Xəlilov Hitler Almaniyası üzərində qazanılan qələbənin əldə edilməsində Azərbaycan xalqının, Azərbaycan neftinin həlledici rol oynadığını bildirib. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov çıxışında xalqımızın keçdiyi tarixi qəhrəmanlıq yoluna diqqət çəkib, xalq-dövlət həmrəyliyinin vacibliyini vurğulayıb. Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev, yazıcı Ağalar İdrisoğlu, əmək veteranı Qorxmaz Sağıyev xalqımızın qəhrəmanlıq tarixi ilə bağlı maraqlı faktlardan bəhs edib. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, Bu gün informasiya proqramı üçün.